Siz Zahid Oruc'a elə belə baxmayın. İndi o, İlham Əliyev rejimində bir neçə funksiyanın hibridi kimi təzahür edir. Zahid Oruc, Əli Həsənovun, Ramiz Mehdiyevin, Ramil Usubovun, Hacıbala Abudalıbovun, hətta Fuad Ələsgərovun birgələşdirilmiş mexanizmidir. O, deyirsə ki, şəhidlər xiyabanı üçündə portal tətbiq edilməlidir, deməli, belə də olacaq. Zahid Oruc bir dəfə elan etdimi ki, mühacirlər Əliyev mafiyasının legitim hədəfidir, dedi və oldu. Mühacirlərə qarşı ov mövsümü başladı. Öldürməyə ilk baxışdan idiotluq kimi görünən qiyabi həbslərə başladılar və davam edirlər. İndi də Zahid Oruc bəyan edib ki, şəhidlər xiyabanı üçün xüsusi rejim tətbiq edilməlidir, deməli ediləcək. Baxın, Azərbaycan sərhədləri bağlı ölkədir. Azərbaycan pasportu dünyada xüsusi qaydada etinasız baxılan az sayılı pasport nüfuzunun yüngül daşıyıcısıdır. Ölkənin içində xüsusi pasport viza rejimi ilə açılıb yumulan qapalı ərazilər var. Hətta Bakı şəhərində də pullu xüsusi icazə ilə keçid üçün açılan qapanan yollar nəzərdə tutulur və yanvarın əvvəlindən bu rejim də işə düşəcək. Yəni ölkə bayırdan və içəridən bayıra doğram-doğramdır. Hər yerdə xüsusi rejimlər var. Bakı bulvarı kimi ümumxalq istirahət məkanında da xüsusi icazə tələb edən fəaliyyət növləri var. O cümlədən şəkil çəkmək, çəkdirmək, sanka sürmək və s. Azərbaycanı hissə-hissə, parça-parça qapadırlar, tək ki, azadlıqlar olmasın. Azadlıqlar hər yerdə nəlbəki boyda olsun. Hələ mən onu demirəm ki, Azərbaycan əhalisinin təxminən 10%-nin ölkədən çıxış qadağası var, bəlkə daha artıq faizinin. Yəni, ölkənin ərazisi və əhalisi, coğrafiyası və demoqrafiyası xüsusi rejim qaydalarına tabi edilib. İndi də şəhidlər xiyabanına ilişdilər Zahid Orucun dili ilə. Şəhidlər xiyabanına da yalnız rəsmi dillə desək, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi ilə ziyarətə gedə biləcəksiniz. Azərbaycanlıları qoyun kimi otarmaq iddiasındadır Əliyevin qulbeçələri və özü başqa cür alınmır. Ya da başqa cür idarə etmənin başqa presidentlər yarada biləcəyindən qorxurlar və gerçəkdən bunun adı qorxudur.